Təsərrüfat subyektinin fəaliyyətinin onlayn qeydiyyat ərizəsinin tərtib olunması və göndərilməsi qaydası. Bu çarxda istifadəçi tərəfindən təsərrüfat subyektinin fəaliyyətinin onlayn qeydiyyatı üçün ərizənin onlayn tərtib olunması və göndərilməsi prosesi əks etdirilir. Bunun üçün Dövlət Vergi Xidmətinin 3w.e-taxes.gov.az internet saytına daxil olaraq açılan pəncərənin yuxarı sol tərəfində yerləşən giriş düyməsi sıxılır. Sistemə giriş səhifəsinə Dövlət Vergi Xidməti tərəfindən verilmiş istifadəçi kodu, parol və şifrə və ya gücləndirilmiş elektron imza vasitəsilə daxil olmaq mümkündür. İstifadəçi qeyd edilən vasitələrdən birini seçir və müvafiq məlumatları daxil edir. Bölmə xanasında siyahıdan onlayn kərgüzarlıq və elektron vergi hesab faktura seçilərək daxil ol düyməsi sıxılır. Giriş uğurla başa çatdıqdan sonra sistemin menyusunda yeni müraciət bölməsi seçilir. Həmin bölmənin kimə siyahısından İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciətin növü siyahısından ərizə, sənədin növü siyahısından təsərrüfat subyektinin qeydiyyatı ərizəsi seçilir və qəbul düyməsi sıxılır. Açılan pəncərədə ümumi məlumatlar hissəsində vergi ödəyicisi haqqında məlumat bölməsində vergi ödəyicisinin vöyünü, adı, rayonu xanaları sistem tərəfindən avtomatik qeyd olunur. Obyektlərin siyahısı xanasından obyektin adı seçilir. İcra vəziyyəti bölməsində qeydiyyata alınması istənilən obyektin icra vəziyyəti seçilir. Əgər icra vəziyyəti bölməsindən mülkiyyətində olan xanası seçilərsə, aşağıdakı bölmələr doldurulmalıdır. Mülkiyyət sənədini verən orqan, özəlləşdirmə sənədi. Mülkiyyət sənədini verən orqan bölməsində sənədi verən orqanın vöyünü yazılır, orqanın adı proqram təminatı vasitəsilə avtomatik olaraq qeyd edilir. Özəlləşdirmə sənədi bölməsində sənəd növü xanasından açılan siyahıdan sənəd növlərindən biri seçilir. Daha sonra müvafiq sənədin seriyası, nömrəsi və tarixi qeyd edilir. Əgər icra vəziyyəti bölməsindən icarəyə götürən seçilərsə, aşağıdakı bölmələr doldurulmalıdır. İcarəyə verən şəxsin məlumatları, icarəyə verilən obyekt haqqında məlumat. İcarə müqaviləsi notarial qaydada təsdiq edilmişdirsə, müvafiq xanaya işarə qoyub barkod nömrəsini də yazmaq lazımdır. İcarəyə verən şəxsin məlumatları bölməsində icarə verən şəxs barədə məlumatlar daxil edilir. Müvafiq şəxsin PIN kodu yazıldıqda digər məlumatlar avtomatik tərtib edilir. İcarəyə verilən obyekt haqqında məlumat bölməsinin icarəyə alınan obyektin kodu xanasında vergi orqanı tərəfindən verilən kod daxil edilir və bu zaman obyektin adı avtomatik əks etdirilir. Daha sonra müvafiq xanalarda icarə müqaviləsinin nömrəsi, tarixi, icarə məbləği, müqavilənin başlama, bitmə tarixləri və valyuta növü qeyd olunur. Əgər icra vəziyyəti bölməsindən ödəmə mənbəyində seçilərsə, aşağıdakı bölmələr doldurulmalıdır. Mülkiyyət sənədini verən orqan, icarəyə verən şəxsin məlumatları. İcarə müqaviləsi notarial qaydada təsdiq edilibsə, müvafiq xanaya işarə qoyub barkod nömrəsini daxil etmək lazımdır. Daha sonra icarə verən şəxs barədə məlumatlar daxil edilir. Müvafiq şəxsin PIN kodu daxil edildikdə digər məlumatlar avtomatik tərtib edilir. PIN kod yazıldıqdan sonra müvafiq xanalarda icarə müqaviləsinin nömrəsi, tarixi, icarə məbləği, müqavilənin başlama, bitmə tarixləri, payı və valyuta növü qeyd olunur. Yuxarıda qeyd edilən xanalar doldurulduqdan sonra əlavə et düyməsi sıxılır. Əgər icra vəziyyəti bölməsindən subicarə seçilərsə, aşağıdakı bölmə doldurulmalıdır. İcarəyə verilən obyekt haqqında məlumat. İcarə müqaviləsi notarial qaydada təsdiq edilibsə, müvafiq xanaya işarə qoyub barkod nömrəsini də daxil etmək lazımdır. Daha sonra icarəyə verilən obyekt haqqında məlumat bölməsindən icarəyə alınan obyektin kodu, adı, icarə müqaviləsinin nömrəsi, tarixi, məbləği, müqavilənin başlanma və bitmə tarixləri və valyuta növü müvafiq xanalarda qeyd edilir. İcarə vəziyyəti bölməsində qeydiyyata almaq istənilən obyektin icarə vəziyyəti seçildikdən sonra obyekt haqqında aşağıdakı məlumatlar doldurulmalıdır. Obyekt haqqında məlumat, obyektin ünvanı, təsnifat məlumatları, obyektin fəaliyyət sahəsi, əlaqə məlumatları, qoşma faylı əlavə et. Obyekt haqqında bölməsində qeydiyyata alınacaq obyektin adı, təyinatı, təsərrüfat subyektinin yerləşdiyi ərazi rekvizitləri doldurulmalıdır. Obyekt haqqında bölməsində ilk növbədə qeydiyyata alınacaq obyektin adı hissəsi doldurulmalıdır.
Obyektin təyinatı hissəsində seçilən məlumatlardan asılı olaraq sahə məlumatları bölməsi aktivləşir. Obyektin təyinatı hissəsindən torpaq seçilərsə, torpağın sahə məlumatları, qeyri-yaşayış seçilərsə, qeyri-yaşayış sahəsinin sahə məlumatları, yaşayış binası seçilərsə, yaşayış binasının sahə məlumatları, mənzil seçilərsə, mənzilin sahə məlumatları bölməsi doldurulmalıdır. Təsərrüfat subyektinin yerləşdiyi ərazi bölməsində obyektin yerləşdiyi ərazi göstərilməlidir. Obyektin ünvanı bölməsində icarəyə verilən obyektin ünvanları qeyd edilməlidir. Daha sonra təsnifat məlumatları bölməsindən qeydiyyata alınacaq obyektin təsnifat məlumatları qeyd edilir. Bu bölmədə qeydiyyata alınacaq obyektin ilk öncə əsas təsnifatı hissəsi doldurulur. Seçilən əsas təsnifata uyğun aralıq təsnifatı və seçilən aralıq təsnifata uyğun isə alt təsnifat seçilməlidir. Qeyd edək ki, zal sayı, nömrə sayı və kabinet sayı hissələri qeydiyyata alınacaq obyektin əsas təsnifatına uyğun olaraq aktivləşir. Obyektin fəaliyyət sahəsi bölməsində əsas fəaliyyət kodu yuxarıda seçilən təsnifata uyğun olaraq avtomatik fəaliyyət sahəsi kodu hissəsində göstərilir. Fəaliyyət sahəsi kodu hissəsindən əsas fəaliyyət kodu seçilir və əlavə et düyməsi, siyahıdan çıxarmaq istəndikdə isə çıxart düyməsi sıxılır. Əsas fəaliyyət kodu ilə yanaşı əlavə fəaliyyət kodu varsa, əlavə hissəsi seçilərək fəaliyyət sahəsi kodu xanasına əlavə fəaliyyət kodu yazılıb, əlavə et düyməsi sıxılmalıdır. Əlaqə məlumatları bölməsində qeydiyyata alınacaq obyektin əlaqə məlumatları əlavə et düyməsi sıxılmaqla daxil edilməlidir. Qoşma faylı əlavə et bölməsində qeydiyyata alınacaq obyektin sənədləri skan edilərək yüklənməlidir. Yuxarıda qeyd olunan məlumatlar əlavə olunduqdan sonra əlavə məlumatlar bölməsinə keçid edilməlidir. Əlavə məlumatlar bölməsində obyektin aktivləri, şəbəkə biznesi, icarəyə götürülmüş daşınar vəsaitlər bölmələri doldurulmalıdır. Əgər qeydiyyata alınacaq obyektlə bağlı əlavə obyektlər varsa, əlavə obyekt kombosundan var seçilməlidir, əks halda isə yox seçilməlidir. Əgər əlavə obyekt hissəsində var seçilərsə, o halda aktivləşən əlavə obyekt bölməsi doldurulmalıdır. Əlavə obyektləri daxil etmək üçün əlavə obyekt bölməsində əlavə et düyməsi sıxılmalıdır. Bu zaman açılan ekranda birinci əlavə obyektin məlumatları, adı, obyektin təsnifatı, obyektin fəaliyyət növünün kodu, obyektin əlaqə məlumatları, obyektin sahə məlumatları doldurulmalıdır. Əlavə obyekti məlumatları doldurulduqdan sonra qəbul düyməsi sıxılır və həmin məlumatlar əlavə məlumatlar bölməsində olan əlavə obyekt cədvəlinə əlavə edilir. Əsas obyektlə bağlı birdən çox əlavə obyekt daxil etmək mümkündür. Daxil edilən birinci əlavə obyekt əsas obyektlə eyni təsnifata və eyni əsas fəaliyyət növünün koduna malik olmalıdır. Daxil edilən digər əlavə obyektlərin əsas təsnifatı isə ictimai iaşə və ya ticarət ola bilər. Əgər əlavə obyektlərdən hansınınsa məlumatlarında səhvlik olarsa, həmin sətr seçilərək düzəliş et düyməsi vasitəsilə düzəliş edilə, hansısa obyekt səhvən daxil edilibsə, seçilmişləri sil düyməsi vasitəsilə silinə bilər. Qeydiyyata alınacaq obyektin bütün məlumatları doldurulduqdan sonra irəli düyməsi sıxılır və ekranda bildiriş göstərilir. İrəli düyməsi sıxıldıqdan sonra ərizə forması ekrana gəlir. Əgər ərizədə hər hansı düzəlişə ehtiyac yoxdursa, qəbul düyməsi, düzəlişə ehtiyac varsa, imtina düyməsi sıxılır. Sonda bağla düyməsi sıxılır və bununla da ərizə tamamlanmış hesab edilir.